Salam müəllimlər. Dimdən say sistemləri testlərinə nəzər yetirək. Birinci sualda bizə nə veribdir? 10 vurulsun 16-nın kvadratı. Aha, bu 16-lıq say sistemidir. 10-luq say sisteminə gətirir. Açıq yazılış verilibdir. Onun yerinə biz 16-lıqda nə yaza bilərik? A, 11-in yerinə B, 1-in də yerinə 1. Bu 16-lıqdadır. 10-luğa gətirəndə belə yazırıq da 0, 1, 2. Yəni 10 vurulsun 16-nın kvadratı plus 11 vurulsun 16 üstü 1 plus 1 vurulsun 16 üstü 0. Bunu verib bizə bunu istəyir. Yəni A, B, 1, 16-lıqda. İkinci sual. 16 üstü 2. Bunu 2 üstü 4 üstü 2 şəklində yaza bilərik. Plus 17. 8-i say sisteminə deyə gətir. 2 üstü 8 plus 17. 8-i say sistemi deyirsə, mən buradan 2 üstü 3-ü ayırmalıyım. Yəni bu 8-i 3-ə böləndə burada qismətdə qalır 2, qalıqda qalır demək 2. 2 dəfə 3-ümüz 6, qalıqda 2 qalır burada. Yəni bunu bu şəkildə yazırıq. 2-nin üstü 3. Bu 2-ni yazırıq buradan. Vurulsun 2-nin üstü, bax bu 2-ni. İndi yazıram buradan. Demək 2 üstü, belə yazaq olduğu kimi, 2 üstü 3 üstü 2 vurulsun 2 üstü 2. Plus 17-ni necə yaza bilərik? 17-nin içərisində 8-dən 2 dənə var. Yəni 2 dənə 8 üstü 1 plus 1 dənə də 8 üstü 0 var. 2 8-im 16, o da 1 17 verir. Yəni bu bütövlükdə mənə 17 verir. Burada 2 üstü 2, bu 4-ü qarşıya gətiririk. Yəni olur belə 4 vurulsun 8 üstü 2, 2 üstü 3 8-dir. Plus 2 vurulsun 8 üstü 1 plus 1 vurulsun 8 üstü 0-a. Aha, indi bunu 8-ci say sistemində biz yazsaq, bərabərdir. 8 üstü ikinci qüvvətindən neçə dənə var? 4 dənə qarşında veribdir. 8 üstü birinci qüvvətimizdən 2 dənə var. 8 üstü sıfırıncı deməli qüvvətdən də 1 dənə var. Oldu 421 8-likdə. Üçüncü, hansı yazılış forması yanlış verilibdir? Baxaq. Demək, burada bütün rəqəmlər 7-lik say sistemindədir, doğrudur. Burada da doğrudur. Aha, burada isə baxırıq. 4-lük say sistemi. 4-lük say sistemində 5 ola bilməz. 5 ola bilməz. Ədədin təşkil edən simvolların qiymətinin simvolun mövqeyindən asılı olub olmamasına görə say sistemləri bölünür 2 qrupa. Mövqeli və mövqesiz say sistemlərinə bölünür. 5-ci sual. Mövqeli say sisteminə aid deyil. Mövqeliyə aid deyilsə, bu hansı olar? Rum say sistemləri olar da. Rum say sistemləri mövqesiz say sistemlərinə aiddir. Say sisteminin əsası dedikdə nə nəzərdə tutulur? Say sisteminin əsası say sistemini təşkil edən simvolların sayı nəzərdə tutulur. Yəni A variantı. Hansı variantda ikilik say sistemini təşkil edən simvollar düzgün göstərilib? İkilik say sisteminin 2 dənə rəqəmi var. 0 və 1. Hansı yazılış forması yanlışdır? İkilik say sistemində 2 ola bilməz. İkilik say sistemə verilmiş ədədlərdən hansı cütdür? Hə. Ədədin cüt və tək olduğunu necə bilirdik? Cüt əsaslı say sistemində sonuncu rəqəm cütdürsə, demək ki, bu cütdür. Bizdə də ikilik say sistemidir. İkilik say sistemi nədir? Cüt ədəddə 2 cütdür. Yəni, bunların aşağısında, belə deyək, əsasları 2-dir. 2. Say sistemi cütdürsə, sonuncu rəqəmi cüt olan cüt olur. Yəni, burada da sonuncu rəqəmi bunlarda hamısına 1-dir, bir dənə 0-dır. Deməli, deyərik ki, bu cüt əsaslı say sistemidir. 16-lıq say sistemində yazılmış ədədin hər bir simvolu neçə ikilik rəqəmə uyğun gəlir? 4 ikilik rəqəmədir. Yəni, biz 16-lıq say sistemində necə göstəririk? 2 üstü 4 şəklində göstəririk. 4-4 qruplaşdırırıq. Hansı yazılış forması yanlışdır? Elə yanlış olan A variantıdır. Yəni, 16-lıqda yoxdur bu. F-ə qədərdir. İkilik say sisteminə verilmiş ədədlərdən hansı təkdir? Hə. Təkdə də dedik bayaq qaydamızı. Cüt əsaslıdır, yəni əsasları cütdürsə, sonuncu rəqəmi cüt olan cüt, tək olan tək. Hamısı sıfırlar cütdür, tək olan bir dənə bir D variantındadır ki, bu da təkdir. 13. Hansı variantda 8-ci say sistemini təşkil edən simvollar düzgün göstərilibdir?
8-ci say sisteminin rəqəmləri 0-dan 7-yə qədərdir. 0-dan 7-yə qədər elə B variantı uyğun gəlir. Verilmiş ifadənin açıq yazışından istifadə etməklə x16-nın qiymətini müəyyən edin. Yenə verilib bizdə 15. 15-in yerinə biz nə yazmalıyıq? F. Onun yerinə A və 16 üstü 3-cü qüvvətimizdən 15 dənə var. Yəni bu F. 16 üstü 2-ci qüvvətdən var 10 dənə. A. 16 üstü 1-ci qüvvətindən 1 dənədir. 16 üstü 0-cı qüvvətdən də 12, yəni C 16-lıqdır. Bu şəkildə qeyd edərik. Hansı yazılış forması yanlışdır? Yanlışdır. Baxaq. İkilikdə 2 ola bilməz. C variantı yanlışdır. 16. Verilmiş ifadənin açıq yazılış formasına istifadə etməklə yenə x16-nın qiymətini müəyyən edin. Baxırıq ki, 16 üstü 2-ci qüvvətimdən neçə dənə var? 5 dənə. 5. 16 üstü 1-dən 0-dır. 16 üstü 0-da 7. Yəni bu olub 507 16-lıq say sistemində bunu onluğa gətirilib. 17. Verilmiş ifadənin açıq yazılış formasını istifadə etməklə x-in 2-nin yəni ikili say sistemindəki qiymətini müəyyən edin. 2 üstü 4-dən 1 dənə var. 2 üstü 3-dən 0, 2 üstü 2, 0, 2 üstü 1, 1, 2 üstü 0, 1. 1, 0, 0, 1, 1. Yəni C variantı uyğun gəlir. 18. Bir say sistemində ilk 12 ədədi bu şəklində təsvir olunarsa, bu mövqeli say sisteminin əsasını deyil, müəyyən edin. 0, 1, 2, 3, baxaq. A, B. Bu A-nın yerinə 4 yazıb, B-nin də yerinə 5 yaza bilərəm də. Mən artıq bura 6 yazmalıyım, amma 6 yaza bilmirəm. Yazılıb 10 yazılıb. Deməli, bu hansı say sistemindir? 0-dan 5-ə qədər rəqəmlər var. Bu 6-lıq say sistemidir ki, 6-lıq say sistemində biz 6 yaza bilmirik, onun yerinə 1-0 yazırıq. A variantı yanlış yazılış formalarını müəyyən edin. Burada M ola bilməz. Demək, yanlışın biri 3-dür. K ola bilməz. 6-dır. Onluq say sistemində də A ola bilməz. 5. Yəni 3, 5, 6 D variantı uyğun gəlir. 20. Açıq yazılış formasına görə 16-nı, yəni əsası 16-nı müəyyən edək. 16 üstü 3-dən, 16 üstü 3-dən. Bizə veribdir neçə dənə var? 13. 13 nədir? D. Bu D-dir. 16 üstü 2-dən yoxdur. 16 üstü 2-dən yoxdur. 0 yazırıq. 16 üstü 1-dən var. 2 dənə. 16 üstü 0-dan da 9 dənə var. Davam edək. Hansı yazılış forması yanlışdır yenə? 8-likdə 8 ola bilməz. Elə C variantı yanlışdır. Açıq yazılış formasına görə x8-i müəyyən edin. 8 üstü 5-ci qüvvətimdən var 5 dənə. 4-cü qüvvətdən yoxdur. 3-cü qüvvətim yoxdur. 2-ci qüvvətdən var amma 3 dənə. 1-ci qüvvətdən var 3 dənə. 0-cı qüvvətdən yoxdur. Bu da 0. 5, 0, 0, 3, 3, 0 D variantı uyğun gəlir. 23. 8-ci say sistemində verilmiş ədədinin doğru açıq yazılış formasını müəyyən edin. Bunu nömrələsək 0, 1, 2, 3, 4, 5. Yəni onlar belə. 1 vurulsun 8 üstü 5. Plus 2 vurulsun 8 üstü 4. Plus 0 vurulsun 8 üstü 3. Plus 4 vurulsun 8 üstü 2. Plus 3 vurulsun 8 üstü 1. Plus 6 vurulsun 8 üstü 0. Baxaq. Burada A getdi, B getdi. 8 üstü 4. Burada demək 8 üstü 5 yoxdur. 8 üstü 6 yoxdur. 8 üstü 5 var. 8 üstü 4 var. Bu olsa 0 eləyir. Yəni onu yazmasaq da olar. 8 üstü 2. Deməli doğru cavab variantı E variantı olar. 24. Bunu da nömrələsək 0, 1, 2, 3, 4, 5.
2 vurulsun 8 üstü 5 olmalıdır. Baxaq hansı variantda var. 2 vur 8 üstü 5 burada var. Elə B variantında. 5 vur 8 üstü 4. 3 vur 8 üstü 3. 4 vur 8 üstü 2. 2 vur 8 üstü. Doğru cavab elə B variantı uyğun gəlir. 16-lıq say sistemində olan ədədin ikilik say sisteminə göstərin. C, 0, 0, C. Demək, bunu ikilik say sisteminə gətirməli. Bilirik ki, 16-lıqdan ikiliyə keçid qaydamız necədir? 1, 2, 4, 8. Bunların hər birini gətirək. C də 16-lıqda bizə verir 12-ni. Yəni 10A, 11B, 12C'dir. 12. 12-nin olması üçün burada nələrdən istifadə edirəm? 8-dən və 4-dən. 1, 1. Qalanlarına da 0 yazıq. İstifadə etmədiklərimizə. Bu 0-ın yerinə 4 dənə 0. Bu 0-ın da yerinə 4 dənə 0. C-nin də yerinə 1, 1, 0, 0. Bu şəkildə yazırıq. 26 41 x plus 36 x bərabərdir 77 x. İfadənin doğru olduğu ən kiçik əsaslı say sistemini müəyyən edərək bu say sistemində ən böyük iki rəqəmli ədədi ikilik say sistemində təsvir edin. Aha. Bunu onluğa gətirsək hər bir tərəfin 0, 1, 0, 1. 4x plus 1 plus 3x plus 6 bərabərdir 7x plus 7-yə. Buradan 7x plus 7 bərabərdir 7x plus 7-yə. Yəni 0 bərabərdir 0. Buna deyirdik biz eynilik. Bəs bunu necə müəyyən edirik? Ən böyük rəqəm hansıdır burada? 7. Yəni bu x 7-dən böyük olmalıdır. X 7-dən böyük olması üçün ən kiçik istəyir. Ən kiçik də bu 8 ola bilər. 8-lik say sistemi. Bu say sistemində ən böyük iki rəqəmli ədəd. 8-lik say sisteminin ən böyük rəqəmi 7-dir. İki rəqəmli deyirsə 2 dənə 7. İkilik say sisteminə gətirmək üçün qaydamız 1, 2, 4 qaydasından. Yəni 1, 1, 1 verər. 7 də mənə 3 dənə 1 verər ikilikdə. Bu da cavab D variantı uyğun gəlir. 27. Vurulmasını istəyir bizdən. Vuraq. Bunu onluğa da gətirib vura bilərik. Yəni 1, 0, 1, 0 ikilikdə. Bunu onluğa gətirsə 1, 2, 4, 8. Bu onluqda mənə verir 10. 1, 1, 0, 1 ikilikdə 1, 2, 4, 8, 8, 4, 12 o da 1, 13. Onu biz 13-ə vurursaq eləyər 130. İndi 130 onluqdadır. Bunu ikiliyə gətirsək 1, 2, 4, 8, 16, 32, 64, 128. Mənə bir 128 lazımdır. 130'un olması üçün bir də 2 lazımdır. Qalanlarda istifadə eləmirəm də. Onlara da sıfırları yazıram. Bu da elə D variantı uyğun gəlir buradan. 28. Say sisteminin rəqəmləri artan sırayla olarsa, bu say sistemində A və C rəqəminin cəmini 16-lıq say sistemində ifadə edin deyir. Aha. Demək, 0, 1, 2, 3. 3. Bu 4'dür. 4. 5, 6, 7. 4 ilə 6. Cəmini istəyir də A ilə C. 4 ilə 6 10 eləyir. 10 da 16 say sistemində A-dır. 29 şagird var. Qız olarsa sinifdə cəmi neçə oğlan var? Deməli 43 8-likdə verir. Bunu onluğa gətirsək 0, 1. 4, 8, 32. O da 3. 35 onluqda. 1, 0, 1, 1, 1 ikilikdə. Bunu da onluğa gətirsək 1, 2, 4, 8, 16 qaydasına. Deməli 16, 4, 20, 23. 23 dənə də bizim qız var. Sinifdə cəmi neçə oğlan var? Ümumi cavabı 16-lıqda istəyir. Ümumi 43 dənədir. Yəni ümumi 35-dir. X plus 23 bərabərdir 35-ə. X də bərabərdir 35-dən biz 23 çıxsaq alaraq 12. 12-ni biz onluqda alırıq. Amma 16-lıqda istəyir, 16-lıqda da olar C.
Sinifin 20%-ni əla qiymətlərlə oxuyan sayda şagird təşkil edir. Sinifdə olan uşaqların ümumi sayını onluq say sistemində ifadə edin deyir. Aha. Demək, 1, 0, 1, 0, ikilikdədir. 1, 2, 4, 8. Onluğa gətirsək, 8, 2, 10. 20%-ni əla qiymətlərlə oxuyan 20%. Bunun əla qiymətlərlə oxuyan 10 dənə şagird var. Bəs görəsən bunun 100%-i nə qədərdir? X bərabərdir 10-u vurub 100-ə bölərik 20-yə. Deməli, 100-ü 20-yə biz bölsək, qalar burada 5. 5-i də 10-a 50 edər. Elə bu onluqdadır. 50. Belə 30 dənə sualın izahına baxdıq. Növbəti videoda da davamı. Sağ olun.